Fatimə, sən hüquq sahəsini daha dərindən tanıyırsan. Süni intellekt hər bir sahəmizə artıq girib. Hüquq sahəsində vəziyyət necədir? Bəli, süni intellekt artıq hüquq sistemində də aktiv şəkildə istifadə olunur. Böyük şirkətlər hüquq araşdırılmalarının aparılması, müqavilələrin analiz edilməsi, eyni zamanda sübutların qiymətləndirilməsi üçün süni intellektdən istifadə edir. Hətta Harvey AI adlı bir sistem var, hansı ki OpenAI tərəfindən hazırlanıb. Dünyanın ən nəhəng hüquq şirkətləri həmin sistemdən istifadə edir. Və hüquqşünaslar həmin sistemi Second Brain adlandırır. Çünki yüzlərlə səhifəni saniyələr içində analiz edib əsas hüquqi arqumentləri çıxara bilir. Yaxşı. Bəs süni intellektin hamı bilir ki, bir insanı çox sürətlə əvəz edə bilir. Tonlarla məlumatı emal edir və hansısa bir qərar verir. Bəs bu sürət təhlükədir, yoxsa real xilasdır? Sürət həm fürsətdir, həm də riskdir. AI minlərlə səhifəni saniyələr içində emal edə bilir. Amma o həqiqəti anlamır, faktı yoxlamır, sadəcə cavablandırır. Ona görə bu hüquq sahəsində çox ciddi problemlərə gətirib çıxara bilir. Aydındır. Bəs süni intellekt səhv edərsə, səhv qərar verərsə, kimisə taleyini necə deyirlər, bədbəxt edərsə, bunun məsuliyyətini kim daşıyır? Süni intellekt şirkəti, tətbiq edən insan, yaxud da ki, dövlət. Bu bugün hüququn ən qaranlıq suallarından biridir. Çünki süni intellekt hüquqi subyekt deyil. Ona görə hər hansı bir məsuliyyət daşıya bilmir, amma real zərər vura bilir. ABŞ-da iTutor işi buna misaldır. Hansı ki şirkət namizədlərin işə götürülməsi zamanı süni intellektdən istifadə edir, filtr kimi. Bəli. Və süni intellekt yaşlı namizədləri birmənalı olaraq rədd edir. Hansı ki şirkətin keçmiş məlumatlarına əsaslanır və keçmiş məlumatlarda şirkət daha çox gənc namizədlərə üstünlük verib. Bu səbəbdən görünür ki, alqoritm qərəzi təkrarlayır və həmin şirkət $365.000 dəyərində cərimələnir. Bu da AI qərəzinə görə cərimələnən ilk şirkətlərdən biridir. Bundan sonra hüquqda yeni bir istiqamət yaranır, AI liability law. Yaxşı. AI qərar vermək üçün müştərinin, belə deyək, yəni şirkətin, iTutor şirkətinin məlumat bazasını istifadə edib. Bəli. Belə gəlir ki, əslində iTutor özü Onsuz da ki, gənc namizədlərə üstünlük verə davam edirmiş. Sadəcə AI-ın üstünə bir atılmış məsuliyyət kimi qiymətləndirmək olar bunu əslində. Çünki baxın, məsələn, əgər siz öz məlumatlarınızı natamam və yaxud da ki, öz istəklərinizi natamam şəkildə AI şirkətinə ötürmüsünüzsə və o nəticədə sizin gözünüzdə səhv qərar veribsə, necə o məsuliyyət daşıya bilər? AI onsuz məsuliyyət daşımadı, şirkət daşıdı bu halda məsuliyyəti, amma bir çoxları AI möcüzəvi bir şey kimi düşünür ki, düzgün qərar verir, ədalətlidir, insandan fərqlidir. Amma bu işlər onu göstərir ki, AI sadəcə ona ötürülən məlumat qədər ədalətlidir. Əgər qərəzli bir məlumat ötürsənsə, o qərəzi təkrarlayır. Təşəkkür edirəm. Həmçinin mən bildiyim qədər də AI əgər məlumat çatışmazlığı olduğu halda özündən uydura bilir. Ona hallüsinasiya deyirlər. Bəs yaxşı. Bu hallüsinasiyaların məsələn hüquq sahəsində, məhkəmədə hər hansı bir real zərəri olubmu? Əlbəttə, belə bir hadisə baş vermişdi Amerikada. Vəkil sübutlar hazırlayarkən ChatGPT-dən istifadə edir və ChatGPT müəyyən presentlərə əsaslanaraq bu sübutlar təqdim edir. Hansı ki, qərarın tarixi, nömrəsi, hakimin adı, arqumentlər hamısı dəqiq formada yazılıb. Sonra məhkəmə araşdırması zamanı müəyyən olunur ki, bütün məlumatlar uydurmadır. Nə qərar var, nə də həmin tarixdə bir iş olub. Ona görə həmin vəkil cəzalandırılır, cərimə olunur və bu hüquq tarixinə hallucination kimi qeyd olunur. Aydındır, aydındır. Səncə insan qərəzli olur? Bu təbii haldır. Bəs AI ədalətli ola bilərmi? Yoxsa insan qərəzini mexanikləşdirib daha da sürətlə artıra bilər? Təəssüf ki, AI yalnız ona öyrədilən qədər ədalətlidir. Əgər hər hansı qərəzli bir məlumat öyrədilibsə, o həmin qərəzi təkrarlayacaq mexaniki şəkildə. Buna Kompas işini misal gətirə bilərəm. Kompas bir proqram təminatıdır, hansı ki, məhbusların yenidən cinayət törətmə ehtimalını qiymətləndirir. Bir müddətdən sonra müəyyən olunur ki,
həmin sistem, proqram qara dərili şəxsləri daha təhlükəli görürmüş. Və sırf həmin sistemin qərarına güvənərək bir çox şəxslər şərti azadlığa buraxılmaqdan imtina edilib, yəni buraxılmayıb. Bu tarixdən sonra o iş araşdırılıb, hələ də bildiyim qədərilə yenə də o sistemdən istifadə olunur, amma tam olaraq onun qərarlarına güvənərək yox, sonda qərarı hakim verməsi şərti ilə istifadə olunur. Aydındır. Bəs AI hakim gəlməsi nə qədər realdır? Yoxsa bu bir distopiyadır, yəni belə bir şey olmayacaq? Artıq çox uzaq deyil. Bəzi ölkələrdə AI yardımçı hakim kimi istifadə olunur. Estoniyada səhv eləmirəmsə 2024-cü ildən kiçik iddialara münasibətdə AI qiymətləndirilməsindən istifadə edirlər. Təbii ki, bu elə eksperimental mərhələdədir. Amma düşünürəm ki, AI hakimlər erası artıq qapıdadır. Hal-hazırda düşünürəm ki, ədalət sürətli qərar vermək deyil. O bəzi hallarda hiss, empatiya və mərhəmət tələb edir. İnsana xas olan xüsusiyyətlər. Düşünürəm ki, sadəcə bir köməkçi vasitə kimi istifadə olunmalıdır. Sonda qərarı verən insan olmalıdır. Təbii ki. Bir sual da verim. Vəkillər təhlükədədir. Niyə məhz ABŞ-da AI Lawyer layihəsi dayandırıldı? Do Not Pay adlı şirkət AI Lawyer layihəsinə başlayır. Hansı ki, həmin layihəyə görə proqram spesifik hüquq sahəsinə münasibətdə hüquqi məsləhətlər verə bilirdi. Bəli. Sadəcə onun icrası dayandırıldı. Çünki qanunda göstərir ki, hüquqi məsləhəti sadəcə lisenziyası olan vəkillər verə bilər. Bu səbəbdən onun fəaliyyəti dayandırıldı. Bir tərəfdən, yəni insanlar deyə bilər ki, vəkillər pullarını belə deyək də itirməmək üçün belə bir addım atırlar. Bu belə görsənə bilər. Amma digər tərəfdən dərin düşünsək, bayaq dediyiniz kimi AI hüquq obyekti deyil. Cavabdehliyi yoxdur. Bəli. Və bu halda kiməsə səhv məsuliyyəti heç kim götürə bilmir. Bəli, eyni. Ona görə də məqsədə uyğun hesab olunur ki, bu proyektlər hələ ki dondurulsun. Bunlar hamısı aydındır, maraqlıdır. Bugünkü gündə də AI-ın vəzifəsi deyək, vəziyyəti və inkişafı bizə bəllidir. Hər halda izləyirik onu. Bəs gələcəkdə AI vəkili ola bilərmi, yoxsa necə? İnsan olacaq ancaq. Məncə gələcəyin vəkili təkcə qanunu biri olmayacaq. O həm də kodun içində gizlənən ədalətsizliyi görə bilən, eyni zamanda hüquq prompt yazmağı bacaran, həmin promptu oxumağı bacaran biri olacaq. Düşünürəm ki, AI sadəcə bizim üçün köməkçi bir vasitədir. Onunla işləməyə bacaran şəxslər daha uğurlu olacaq. Bəli, mən bu sözlərinizlə razıyam. Dəyərli izləyicilər, əgər hüquq müstəvisində hər hansı bir sualınız varsa, videonun altında qeyd edə bilərsiniz. Fatimə xanım sizin suallarınıza cavab verəcək. İzlədiyiniz üçün təşəkkür edirik.